Salam. Siz heç düşündünüzmü bir qadın necə ola bilər ki, fərqli şəhərlərdə böyüsün, müxtəlif mühitlərdə öyrənsin, həyatın ona verdiyi çətinlikləri fürsətə çevirsin və bir gün xalqın taleyini həll edən güclü liderə çevrilsin. Belə qadınların hekayəsi hər birimizi ilhamlandırır. Mənim qəhrəmanım Golda Meir də elə qadınlardandır. O, 1898-ci ildə Ukraynanın Kiyev şəhərində, Yəhudi ailəsində doğulub. Ailəsi sadə, lakin təhsil və ədalət dəyərlərinə bağlı idi. Uşaqlığı asan keçməsə də, ailəsi ona hər zaman güvən, qayğı və təhsilə sevgini aşıladı. Golda uşaq yaşlarından oxumağa həvəsli idi. Kitablarla nəfəs alır, dünyanı öyrənməyə çalışır, məqsədləri üçün daima mübarizə aparırdı. Uşaq yaşlarından valideynlərinin ona aşıladığı təhsilə və insanlığa xidmət onun gələcək liderliyinin təməlini qoydu. Gənc yaşlarından Golda xalq üçün çalışırdı. Hər zaman sosial məsələləri diqqət mərkəzində saxlayırdı, xüsusilə təhsil və səhiyyə sahəsi. Kənd təsərrüfatında icma kəndlərində insanların birlikdə yaşayıb, fəaliyyət göstərdiyi yerlərdə, onlarla birlikdə yaşayıb, gündəlik problemləri ilə yaxından tanış oldu və paylaşdı. Bir müddət sonra Golda Meir Xarici İşlər Naziri, daha sonra Baş Nazir təyin olundu. Baş Nazir kürsüsünə təyin olunan zaman o sadəcə siyasətçi deyil, artıq xalqın anası sayılırdı. Yaxından xalqın bütün problemləri ilə maraqlanırdı. İlk olaraq səhiyyə sahəsinə xüsusi diqqət ayırdı. Qadınların, qaçqınların tibbi yardıma çıxışını genişləndirdi. Uşaqlar üçün xüsusi şərait yaratdı. Daha sonralar isə qadınların liderlikdə işləməsinə xüsusi ehtiram göstərirdi. Golda Meir bir daha sübut etdi ki, qadın olmaq liderliyə mane deyil. Əksinə, insanlıq, cəsarət və şəfqət qatır. Bizim ən güclü silahımız qorxmaz ürəyimizdir deyə müraciət edirdi. Mənim üçün Golda Meir qəhrəmandır. Çünki o, qorxmadan, çəkinmədən, dürüst halda hər zaman xalqı üçün xidmət göstərdi. Onun bir kəlamı hər zaman keçərlidir. Əgər gələcəklə bağlı qorxusu olmayan dövlət qurmaq istəyirsinizsə, bunun üçün 2 addım kifayətdir. Birinci, korrupsiyanı vətənə xəyanətə bərabər tutmaq, korrupsionerləri isə satqınlıqla dəyərləndirmək. İkincisi, 3 peşəni cəmiyyətin ən ali peşəsi saymaq. Müəllimlik, həkimlik və hərbiçiləri. Golda Meirin bu kəlamları sadəcə şüar olaraq deyil, həyat tərzimizə çevrildiyi gün biz artıq məqsədimizə çatmış olacağıq. Golda Meirin hər zaman, hər yerdə xalqına göstərdiyi xidmət bir daha sübut etdi ki, lider olmaq, insanlara nəfəs olmaq, insanların hər zaman yanında olmaqdır.